indi Rənanın saçlarını. Bir də mənə Deyəm, söz danışıram, deyəm. Havalı buruqlar eləyəcək. yox. Eləmə, mikrofon var yaxında. Mikrofon demişkən, deməli bizim bundan əvvəlki videomuzda orada hamı yazıb ki, qurğudur. Mikrofonla gəzirsiz evdə. Rəna girdi dərs oxumağa. Otağa girəndə gördü ki, otağı Leyla o vəziyyətə qoyub. Çağırdı məni. Mən də gəldim. Videoda necə təəccüblənmişdimsə, eyni təəccübləndim. Sonra Rənaya dedim ki, Rəna dəymə. Gəl bir dənə biz bunu çəkək. Əvvəlkini təkrarladıqdan sonra nə danışdıq, nə elədik, o hamısı real idi. Bəziləri də yazmışdı ki, bəs Leyla öz tökdüyünü özü yığmalıdır. Əslində nəyə tökürsünüzsə, onları yığışdırın ki, mamavuz yorulmasın, inciməsin. Canım qızım. Canım mama. Mama, 18 yaşında neyirdin? Papanla nişanlanmağa hazırlaşırdım. 18? Mən də 18 yaşım olanda nişanlanacağam. Yox, sən 18 yaşında oxuyacaqsan. Mama, sən niyə işləmirsən? Nə işləmirəm? Dırnaq. Yox, mən hələ o barədə paylaşım eləməmişəm axı. Havalar istiləşsəydi, oturardıq yenə səninlə balkonda çay içərdik. Rəna, səncə uşaqlar yalan danışmalıdır? Yalan danışmaq pis şeydir. Yalan onlara ziyan verə bilər. Canım mamam. Canım qızım. Mən səni çox sevirəm. Mən də səni. Mama, bu sənə lazımdır tanali sürtmək üçün. Mən tanali sürtməm. Soyuqda papana bayıra çıxmışam, amma mənim papa soğuk idi. Bağlayan kimi ay oldu istilik. Əridik bağımdakı mənim papa. Sən dünyanın ən gözəl mamasısan. Canım qızım, sən dünyanın ən gözəl qızısan. Çox vaxtı biz bir-birimizə dalaşırıq, amma Bəli, bizim reallığımız var hələ, Rənanla dalaşmağımız var. Bəzən Rəna sözə baxmır. Bəzən mama qışqırır. Bəzən bir sözü 5 dəfə deyirəm. Bəzən mən bir sözləri anlamıram. Bağırsa. Yox, nə olmadı, qorxma. Deymədi. Sənsən papa? Papa da. Canım papam. Gəl göstər. Amerikan kinosu çəkə bilərsiniz. Mama mən gəlmir də, yox mu?